Salam əziz və hörmətli izləyicilərimiz. Sonunda 4-cü sinif qutardı, məktəb qutardı və yuxarı sinifə keçəcəm. Bu ilin əlaçısı çıxmışam. İndi gedirik kitabları verməyə.
Hər gün Quran oxumaqdan qəflət eləməyin. Bir kiçik qardaşınız kimi sizə bunu deyirəm ki, Qurandan bir neçə ayə də olsa hər gün oxuyun. Ərəbcə hərfləri öyrənin, ərəbcə də üzündən oxuyun, tərcüməsinə də baxın mütləq ki, biləsiniz nədən söhbət gedir. Amma Quranın ayələrini oxuyun. Quran ayələrini ərəbcə oxumaq bir neçə ayə də olsa ruhu təmizləyər, ruhu cilalayar, o pası tökər insanın ruhundan. Quran o qədər gözəl kitabdır ki, hətta hərfi bilməsən də deyir, aç ərəbcəsinin xəttinə bax, xəttlərinə, ayələrə baxmağın özünün qəlbində insanın təsiri var. İnsan gərək Quran oxuya bilsin. Ərəbcə Quran oxuya bilsin. 28 hərfdir. Bir dəfə vaxt qoysun, hər işə vaxt tapırıq, amma Quran öyrənməyimizə yox. Mənasını bilmə, eybi yox. Ərəbcə oxu, şükür Allaha tərcümə kitabları da var. Qoy, hər bir səhifə oxu, tərcüməsinə də bax nə oxudun. O ərəbcənin insan ruhunda xüsusi təsiri var. Mən bu misalı demişəm. Deyirdi ki, mən başa düşmürəm, bunun mənə nə xeyri? Bir nəfər də dedi ki, məsələn, alma yeyirsən, İçindəki vitaminlərdən bəzən ancaq alimlərin xəbəri var ki, onun nə faydaları var. Sən bilmirsən, yeyirsən, o xeyrini, bildin, bilmədin, öz xeyrini göstərir. O xeyri onsuz da dəyəcək sənə. İstəyib biləsən, istəyib bilməyəsən. Quranda belə bir kitabdır. Bilsən, lap gözəl, ərəbcə biləsən. Onun faydası lap çox olar, amma heç bilməsən də gündə nə qədərsə ayə oxuyun, o qəlbə gündə çox qara nöqtələr dəyir. İstər-istəməz cəmaat içində yaşayırıq. Bəzi günahlar eləyirik, o axşam yatmamışdan qabaq biraz Quran oxuyanda qəlbi elə bil nizamlayır. Qəlbi nizamlayır Quran ayələri. Qəlbi aram eləyir. Ona görə Quranı oxuyub, onun haqqında düşünüb və ona əməl eləməyimiz lazımdır. Bu hədisi təbərrük olaraq İmam Sadiq əleyhissalamdan sizə təqdim elədim. Allahümmə